Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Urban green spaces like parks, gardens and trees help to make cities healthier and more enjoyable. Şəhər yerində olan yaşıl məkanlar, məsələn parklar, bağlar və ağaclar kimi olan yaşıl yerlər şəhərlərin daha sağlam və daha zövq verici etməyə köməklik göstərir. They give people a place to relax, walk or play and they also improve the environment. Onlar ətraf mühitin həmçinin inkişaf etdirirlər və demək insanları istirahət etmək, gəzmək və oyun oynamaq kimi bir məkan kimi verilmiş olur. Trees clean the air by taking in carbon dioxide and giving out oxygen. Ağaclar karbon qazını udmaqla havanı təmizləyir və oksigen verir havaya. Green areas can also reduce heat in cities, which are often hotter because of buildings and roads. Yaşıl ərazilər həmçinin şəhərlərdəki istilikləri azalda bilər. Hansı ki, yəni burada yollara və binalara görə tez-tez daha isti olur. Spending time in green spaces is good for mental health. Yaşıl məkanlarda vaxt keçirmək əqli sağlamlıq üçün yaxşıdır. People who visit parks often feel happier and less stressed. Tez-tez parkları ziyarət edən insanlar daha xoşbəxt olur və az stresli hiss edir. Children benefit too as they can play outside and stay active. Uşaqlar da həmçinin xeyir əldə edir, çünki onlar açıq havada, yəni çöldə oynaya bilər və aktiv ola bilərlər. Parks also bring people together and help build stronger communities. Parklar həmçinin insanları bir araya gətirir və daha güclü bir cəmiyyət qurulmasına köməklik göstərir. Unfortunately, many cities are losing green spaces due to more buildings and larger population. Bədbəxtlikdən bir çox şəhərlər demək daha artıq binalar tikilməsinə və daha geniş insanların məskunlaşmasına görə, daha çox yəni insan məskunlaşmasına görə yaşıl məkanları itirirlər. To fix this, city planners are protecting parks and creating new green areas. Bunu bərpa etməyə görə şəhər plan salmaq üçün, yəni planı alanlar parkların qorunmasında və yeni yaşıl ərazilərin yaradılmasına qoruyub saxlayırlar. Some cities are also building green rooftops and vertical gardens. Bəzi şəhərlərdir ki, həmçinin binanın dam üzərində yaşıllıq yaradır və eləcə də bağçalar, vertikal olaraqdan bağçalar salmış olurlar. These ideas help to add nature to cities without using more land. Bu ideyalar isə daha çox torpaq istifadə etmədən şəhərlərə təbiət əlavə etməyə köməklik göstərir. Mətnimizlə əlaqəli birinci sualımıza baxsaq, choose the correct statement according to the passage. Mətnə əsasən düzgün variantı seçin. Birincidə urban green spaces help reduce city temperatures. Şəhərin yaşıl məkanları şəhər temperaturunun azalmasına köməklik göstərir. Bayaq cümlədə qeyd etdiyimiz kimi azalmasına köməklik göstərdiyinə görə birincini düzgün cavab kimi götürəcəyik. İkinci cümlədə parks are often replaced by buildings in cities. Parklar şəhərlərdə binalarla tez-tez əvəzlənir və burada diqqət etsək ikinci cümləmizdə doğru götürülür. Çünki burada qeyd olunur ki, bina salmağa görə bir çox yəni şəhərlər yaşıl məkanları itirmiş olurlar. Üçüncüdə isə green spaces increase noise in urban areas. Yaşıl məkanlar şəhər ərazilərində səs-küyü artırır. Bu haqda məlumat qeyd olunmur. Children cannot benefit from green areas. Cümlə inkarda yazıldığı üçün səhvdir. Çünki uşaqlar yaşıl məkanlardan faydalanırlar. Ancaq burada faydalana bilmir qeyd edib deyə səhvdir. Və mətnə əsasən doğru cavabımız Y variantında 1-2 götürülür.